Tbilisi'de judo üzrə Avropa çempionatı bitən kimi Tirana'da güləş üzrə Avropa çempionatı start götürüb. Azərbaycanı bu yarışda 25 idmançı təmsil edir. Onların arasında Avropa çempionları da var, dünya çempionu da var. Heyətimiz demək olar ki, çox güclüdür, maraqlı heyətdir və indi necə deyirlər, Avropa çempionatları tarixində 41 Azərbaycanın güləşçisi bu yarışın qızıl medallarını qazanıb. Və bu heyətdə idmançılar var ki, bu sayı artıra da bilər. Kim olacaq deyə bilmərik, onların hamısına uğurlar. Biz sadəcə olaraq gözləyə bilməzdik. Gürcüstandan birbaşa necələr Albaniyaya gəldik. Yarışın arenasına baxdıq, tanış olduq. Deməzdim ki, çox böyük yüksək səviyyədə yarışdı, amma hər halda belə deyək də, Albanlar çalışıblar ki, yarış maraqlı olsun. İlk gündən necə gedəcək yarış və bizim milli komanda necə çıxış edəcək, sabahki finallarda biz görəcəyik. Hər halda gözləyək və bütün idmançılarımıza azarkeşlik edək. Gözünüz Tirana'da olsun.